Salam, hər vaxtınız xeyirli, uğurlu olsun. Mən Gülnar, Azərbaycan dili müəllimiyəm. Bu gün sizinlə birlikdə sifətin müqayisə dərəcələri mövzusundan qeydlərə baxacağıq. Çaşdırıcı məqamları sizinlə bölüşəcəm, izahlar verəcəm. Bəzən elə söz olur ki, azaltma dərəcəsinə çox bənzəyir, amma adi dərəcə olur. Bəzi sözlər çoxaltma dərəcəsinə çox bənzəyir, amma adi dərəcə çıxır. Niyə belədir? Hansı sözlərdir onlar? Onların hər birini bugünkü izahda sizə verəcəm. Bu videonu sona qədər izləsəniz, artıq müqayisə dərəcələrindən heç bir sualınız qalmayacaq və testi səhvsiz işləyə biləcəksiniz. Deməli, biz bilirik ki, sifətin azaltma dərəcəsi sintaktik üsulla, sintaktik üsul nə idi? Sözlər vasitəsilə. Hansı sözlərlə yaranırdı? Ala, açıq, təhər, kəm və az. Və bunların yazılış qaydaları vardı. Ala açıq defislə yazılırdı. Təhər, kəm bitişik yazılırdı. Sifətə bitişik yazılır. Az isə ayrı yazılırdı. İndi bu sözlərlə bağlı diqqət edilməli olan məqamlar hansılardır? Gəlin onlara baxaq. Ala sözündən qabağımıza belə bir söz çıxa bilər. Ala-bula, ala-göz, daha sonra ala-bəzək, ala-bişmiş, ala-dəymiş, bunlar adi dərəcədə olan sifətlərdir. Nəyə görə azaltma deyirlər? Əvvəlcə ala-bula sözündə bulanın leksik mənası olmadığı üçün azaltma dərəcəsi yaranmır. Və bu söz tərəflərindən biri ayrılıqda işlənə bilməyən adi dərəcəli quruluşçu mürəkkəb sifət sayılır. Çünki bunların mənası yoxdur. Məsələn, sizə ala-çi, ala-seyrək, ala-yarımçıq, ala-babat desəydi, yəni ala sözündən sonra leksik mənası olan söz sifət gələrsə, bu azaltma dərəcəli sifət sayılar. Amma bunların mənası yoxdur, axı bu nəyə azaldacaq? Ala-göz bitişik yazılıb. Yəni biz demişdik ki, ala sözü defislə yazılmalı idi. Qayıdıram bura və ala defislə yazılmalı idi. Ala-bəzək özündən sonra isim gəlibdir. Biz sifətin dərəcələrindən danışırıq. İsmin dərəcəsi yoxdur, axı bəzək nə? Bu isimdir. Yəni ismin qabağına bu söz əlavə olunubsa, o zaman bu artıq azaltma dərəcəsi sayılmır, dərəcə yaratmır. Bu olacaq nə? Adi. Ala-bişmiş, bişmiş nədir? Feildir. Dəymiş nədir? Feil. Ona görə bunlar da azaltma dərəcəsi sayılmır. Azaltmanı yaratmayıb burada. Bu zaman adi dərəcədə olan sifət kimi də qalacaqdır. Sonra, açıq sözündən bağlı nələrə diqqət eləməliyik? Gəlin, dəyişək qələmin rəngini. Məsələn, açıq, aydın, açıq, aşkar. Bu sözlər yaxın mənalı sözlərin birləşməsindən yaranmış mürəkkəb sifətdir və bunlar adi dərəcədədir. Defislə yazılmaqlarına baxmayaraq azaltma deyirlər. Niyə? Çünki burada nəyəsə azaltmayıb. Açıq ilə aydın deməkdir, açıq ilə aşkar deməkdir. Bunlar sinonimlərin köməyi ilə yaranmış adi dərəcəli mürəkkəb sifətlərdir. Yəni burada nəyəsə dərəcəsini azaltmırıq biz ya da çoxaltmırıq. Bəzən çoxaltma götürürlər. Yəni çox aydınlar, çox açıq, çox aşkar. Xeyr, bunlar sadəcə olaraq adi dərəcədə olan sifətlər hesab olunacaqdır. Və yaxud da açıq sözündən sonra isim gələrsə, məsələn, açıq qapı, açıq pəncərə, nə bilim, açıq çay və s. Bu sifət üstə gəlsə isim düsturu olur. Açıq hava, açıq kitab və s. Yəni burada nümunələr çox əlavə eləyə bilərəm. Nöqtə qoyuram. Bu nədir? Açıq sifətdir. Bunlar isə isimdir. Bunlar isimdir. Açıq sözü sifətdir. Yəni bu sifət üstə gəlsə isim düsturudur. Burada həm defislə yazılmayıb, azaltma yaratmır. Bu açıq sözü sadəcə adi dərəcədə olan sifət kimi götürüləcəkdir. Yox, əgər açıq sözündən sonra feil gəlsəydi, məsələn, açıq danışmaq, açıq söyləmək, bu zaman açıq sözü ümumiyyətlə zərf olacaq. Yəni nitq səsi kimi sifət yox, zərf deyəcəkdik bunun.
Sonra bizim qabağımıza açıq ürəkli, açıq qəlbli, sonra açıq sözlü, açıq fikirli, baxın, bu kimi sözlər də çıxa bilər ki, bunlar müxtəlif mənalı sözlərin birləşməsindən yaranan adi dərəcəli nələrdir? Mürəkkəb sifətlərdir. Burada adi dərəcə yazmaq istəmişəm, adi dərəcə. Həm bitişik yazılıblar, həm də ki, nəyəsə azaltmır burada. Sadəcə müxtəlif mənalı sözlərin köməyi ilə yaranıblar. Məsələn, biz bura açıq nə əlavə eləyə bilərik? Yəni də bitişik yazılan, açıq sözünə bitişik yazılan başqa sözlər də əlavə eləmək olar bura. Allah sözü ilə, açıq sözü ilə bağlı qeydlərimizi dedim. İndi təhər sözündən davam edirəm. Yenə də qələmi dəyişirik, gözümüz ağrımasın deyə. Qarşımıza çıxa bilər bir təhər sözü. Bir təhər sözü də həmçinin sadəcə mürəkkəb sifətdir və adi dərəcədədir. Çünki biz bilirik ki, sifətin dərəcələri sifətdən yaranır. Axı bir sözü sifət deyil. Necə mən onu təhər sözü artırmaqla azaltma dərəcəsi yarada bilərəm ki? Ona görə bu da nədir? Adi dərəcə sayılacaq. İndi keçdik kəm sözü ilə bağlı olan çaşdırıcı məqamlarımıza. Qarşımıza çıxa bilər kəmsavad, kəm fürsət, kəm hövsələ, kəm ağıl, kəm savad, kəm ağıl, kəm fürsət, kəm hövsələ. Baxın, bu sözlər də azaltma dərəcəsinə bənzəsə də bitişik yazılıb hazır özdə adi dərəcədir. Nə üçün? Çünki savad nə, fürsət nə, hövsələ nə, ağıl nə, isimdir. Sifətin dərəcələri bir daha qeyd edirəm ki, mütləq sifətdən yaranmalıdır. Yəni sifətə qoşulmalıdır. Lakin bunlar isimdir. İsmə qoşulduqları üçün bunlar adi dərəcə sayılacaqlar. Sadəcə olaraq mürəkkəb sifətlərdir və adi dərəcədədirlər. Yəni belə deyəcəyik. Daha sonra kəm sözündən bağlı deyəcəklərim bu qədər. Az sözündən bağlı qeydlər eləmək istəyirəm. Yenə də qələmimin rəngini dəyişirəm. Az, məsələn, az sözündən sonra sifət gəldikdə azaltma dərəcəsi yaranır. Yazıram bura az, üstə gəlsin sifət. Məsələn, nümunə göstərim. Az şirin, az dadlı. Bu azaltmadır. Amma az sözündən sonra isim gəlsə, bu zaman az sözü say olacaq. Yazıram bura say. Məsələn, az adam. Yox, əgər az sözündən sonra fiil gəlsə, yəni hərəkət bildirən sözü gəlsə, məsələn, az danışmaq, az danış. Bu zaman az sözü zərf olacaq. Yəni bu məqamlara da diqqət eləmək lazımdır. İndi isə keçirik sifətin çoxaltma dərəcəsinə bənzəyən, amma çoxaltma dərəcəsi olmayan sözlərimizə. İndi çoxaltma dərəcəsinin sintaktik üsulu hansı idi? Sintaktik üsulumuz, yazıram bura çoxaltma. Sintaktik üsul. Yəni sözlər vasitəsilə də. Ən, lap, daha, olduqca, çox, zil, bunlar ayrı yazılır. Düm, bu bitişik yazılır. Tünd, bu da defislə yazılır. Bizi burada çaşdıra biləcək məqam hansı məqamlar ola bilər? Məsələn, bizə verə bilər burada tünd xasiyyət. Rəngi dəyişək.
tünd xasiyyət. Sonra verə bilər bizə məsələn tünd çay. Sonra tünd sözünə nə verə bilər bizə? Məsələn, tünd xasiyyətli, tünd rəngli. Tünd, nöqtələrini də qoyaq. Ünün xasiyyətli. Baxın, tünd sözü sifətin çoxaltma dərəcəsini yaradarkən birinci defisində yazılır. Və ondan sonra rəng bildirən sifətlər gəlir. Məsələn, tünd qırmızı, tünd göy, nə bilim, tünd sarı. Tünd sözündən sonra isim gəldikdə, məsələn, çay isimdir. İsim gəldikdə, görürsünüz, burada ayrı yazılıbdır və adi dərəcədə olan sifət sayılacaq. Burada təkcə tünd çaya aid deyil, məsələn, tünd rəng də aid olar. Tünd rəng. Görürsünüz, burada da tünd ayrı yazıldı. Adi dərəcədə olan sifətdir. Yəni, tünd əgər çoxaltma dərəcəsini yaratsaydı, o defislə yazılardı. Tünd xasiyyətli, tünd rəngli, bunlar da mürəkkəb sifətlərdir. Özündən sonra görürsünüz, rəngli, xasiyyətli, yenə də sifət gəlib. Amma ki, müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəlmiş mürəkkəb sifətlərdir bunlar. Və bunlar nə sayılır? Adi dərəcədə olan sifətlər sayılır. Adi dərəcə. Tünd xasiyyət sözü də. Özündən sonra həm isim gəlib, xasiyyət nə? Bu isimdir. Həm də ki, bitişik yazılıb defislə deyil. Bu nəsə çoxaltmır axı. Bu da ona görə də müxtəlif mənalı sözlərin köməyi ilə yaranmış adi dərəcəli sifət hesab olunacaqdır. Daha sonra tünd sözündən başqa biz burada nədən danışa bilərik? Dim sözündən danışa bilərik. Düymağ, dümdüz, bir də məsələn dimdik sözünü deyə bilərik. Burada bir dənə də qeyd eləmək istəyirəm, morfoloji üsulu da qeyd eləmək istəyirəm. Morfoloji üsulla çoxaltma dərəcəsi ya M, P, R samitlərlə düzələcək. Yəni ki, sifətin ilk hecasının son samitinin M, P, R, S samitlərindən birinin əvəz olunması və yaxud da deyir ki, ilk iki hərfindən sonra M, P, R, S-dən birinin əlavə olunması ilə, məsələn, tərtəmiz, dumağ, sapsarı, ton ki, sarı sözündə ilk hecanıdır sa, ora sap sarı eləyirəm. Yəni, ilk iki hərfdən sonra M, P, R-dən birini əlavə edirəm. Görürsünüz, nə oldu? Çoxaltma dərəcəsi yaradır. İndi, burada məsələ nədir? Dumağ sözü düm hissəciyinin köməyi ilə yarandığına görə bu sintaktik üsulla yaranıb. Sintaktik üsul. Çünki düm hissəciyin köməyi ilə yaranıb. Amma dümdüz söz isə ilk iki hərfə düyə M əlavə olunmasından yaranıb. Bu nədir? Bu morfoloji üsuldur. Morfoloji üsul. Bir daha deyirəm. Niyə? Çünki bu M, P, R ünsürü ilə yaranıb. Həmçinin dimdikdə ilk iki hərfə diyə M əlavə olunmaqla yaranıb. M əlavə olmaqla yaranıb. Bu da morfoloji üsul sayılacaqdır. Yəni, bu dümdüz sözü düm hissəciyinin köməyi ilə yaranmayıbdır. Düyə M əlavə olunmaqla yaranıbdır. Sonra, M, P, R-sı demişkən, məsələn, qabağımıza bumbu sözü çıxa bilər. Məşhur bumbu sözü. Hansı ki, bunun çoxaltma dərəcəsi götürməkdə israr edirlər bəziləri. O adi dərəcədir. Niyə? Sözü ona görə adi dərəcə sayılır ki, burada bu sözü isimdir. Axı biz sifətin dərəcələrindən danışırıq. Burada buz isimdir. İsmin dərəcəsi ola bilməz axı. Ona görə də bu nədir? Adi dərəcədir. Qarşımıza büsbütün söz çıxa bilər. Deyərsiniz ki, bu morfoloji üsulla yaranmış, mürəkkəb, morfoloji üsulla yaranmış, çoxaltma dərəcəli sifətdir. Xeyr. Bu zərfdir, zərf. Zərf olduğu üçün də, üstündən xətt çəkdim. Zərf olduğu üçün də bunu biz dərəcə kateqoriyasına aid etməyəcəyik. Qırmızı ilə eləyək. Zərfdir bu, zərf. Yəni, bunun ümumiyyətlə sifət dərsində nə işi var? Bu sifət deyil. Sonra davam eləyirik balaca sözü ilə. Morfoloji üsul həm M, P, R üsuludur, həm də
ca ədatına əlavə olunması ilə yaranır da. Amma balaca sözü yazın bura. Bütöv kök olduğu üçün balaca sözü bütöv kök hesab olunduğuna görə çoxaltma dərəcəsi deyil, adi dərəcə sayılır. Çünki orada çoxaltma dərəcəsinin heç bir morfoloji əlaməti yoxdur. Deməli, büsbütündən danışdıq, bumbuzdan danışdıq, balacadan, dümdüzdən, dimdikdən, dümağdan danışdıq, tünddən danışdıq, açıqdan danışdıq, kəmdən danışdıq, təhərdən danışdıq, aladan danışdıq. Mən düşünürəm ki, cacədən də danışdıq. Yəni fikirləşirəm ki, burada nə qalıb sizi çaşdıra biləcək məqam? Azdan danışdıq. İstəyirsiniz lap çox sözündən də danışaq, amma çoxun qaydası onsuz da azın qaydası ilə eynidir əslində. Yəni özündən sonra isim gələrsə say olur, çox adam. Feil gələrsə çox danışmaq feil olur, zərf olur. Sifət gələrsə, məsələn, çox gözəl, bu artıq olacaq nə? Çoxaltma dərəcəsi bu zaman çox ədat sayılacaq. Bir də son olaraq onu qeyd eləmək istəyirəm ki, gəlin qələmin rəngini dəyişək. Məsələn, qabağımızda ağbəniz, qarabəniz sözləri çıxa bilər ki, bu sözlər də adi dərəcə sayılacaq. Yəni bunları bəzən azaltma dərəcəsinə oxşadırlar, amma bəniz deyə biz azaltma dərəcəsinin xüsusiyyətini, əlamətini qeyd eləməmişik. Ağbəniz, qarabəniz adi dərəcədə olan sifətlər sayılacaqdır. Bu qədər. Ümid ki, video sizə faydalı oldu. Əgər video faydalı olsa, kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Çünki sizin bəyəniləriniz, sizin şərhləriniz bizə növbəti video üçün motivasiya rolunu oynayır. Təşəkkürlər.